etirazlar oldu hakimə, həm benziya tərəfindən, eləcə də hakimlər tərəfindən, belə deyək, məşqçilər heyəti tərəfindən. Bu etirazlar nə ilə bağlı idi, bilmək olarmı? Yəni belə məğlub olmuş danışmağın nəsə bir faydası olmayacaq, amma yəni mən bəlkə də belə deyək də, bu hakimlik bəlkə də ən bərbad bir hakimlik idi. Sanki bilmirəm belə epizodlardan nə məlumat verim. Sələr cərəyan elədi. Bəli, Sabah və Turan arasında oynanan görüşün əsas qəhrəmanı təəssüflər olsun ki, maçın baş hakimi İnqilab Məmmədov idi. Görüşdə vurulan 3-cü gol, yəni Sabahın vurduğu 2-ci goldan öncə Rəhim Sadıqovun ayağına arxadan vurulan zərbəni görməyən İnqilab Məmmədov davam işarəsi verir. Həmin epizod gedir, gol olur. Bəli, gol olur. Çünki həmin epizodda Tovuzlu futbolçular dayanmışdı. Rəhim Sadıqova qarşı qayda pozuntusu vardı. Amma İnqilab Məmmədov dayanmadı. Davam etdirdi və Sabah qolu vurdu. 3-cü golda vurdu Sabah. Bu golda İnqilab Məmmədov hesaba alacaqdı. Amma daha sonra vardan ona bildirdilər ki, artıq olmaz. Çünki 3-cü goldan öncə Tovuzun futbolçusu Ayxan Hüseynova qarşı aşkar qayda pozuntusu vardı. Onun kürəyindən dirsəklə vurmuşdular. Özü də düz İnqilab Məmmədovun gözü qarşısında. Təəssüflər olsun ki, həmin epizodu davam etdirən İnqilab Məmmədov daha sonra VAR-a gedərək öz qərarını dəyişdi. Hadisə özünün gözünün qabağında olub, burada isə itirən Turan oldu. Çünki həmin ərəfədə Turan ən azı 3 dəqiqə vaxtını itirdi. Həmin 3 dəqiqə ərəfəsində Turan zərmə zərbəsini yerinə yetirsəydi, bəlkə də Sabahın qapısına qol vurub bu görüşü bərabərliklə 2-2 ilə bitirəcəkdi. Amma İnqilab Məmmədov buna da imkan vermədi. Onun üçün görəsən hakimlərin Turana qarşı bu hərəkətlərində məqsəd nədir? Sabahı Avrokuboklara dartmaq.